Salam əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz olacaqdır 1-ci Qarabağ müharibəsi. Gəlin bu mövzu ilə bağlı ilk öncə 1991-ci ildə baş verən hərbi əməliyyatlara diqqət yetirək. 1991-ci ildən etibarən iri miqyaslı hərbi əməliyyatlar başlayır. İri miqyaslı hərbi əməliyyatı Ermənistan tərəfi müharibə elan etmədən Azərbaycana qarşı başladır və 1991-ci ilin hərbi əməliyyatlarında ermənilərin uğurlu olmasının əsas səbəblərindən biri əvvəlcədən hazırlıqlı olmaları idi müharibəyə. O cümlədən Azərbaycanda ordu quruculuğuna ciddi fikir verilməmişdi. Azərbaycanda nizami ordu yox idi, vahid komandanlıq yox idi. Bu da əlbəttə ki, ermənilərin xeyrinə idi. Bir də ermənilər öz havadarlarından kömək alırdılar. Məhz bu 91-ci ildə başlayan iri miqyaslı hərbi əməliyyatları, hansı ki 91-də başlayır, ermənilərin uğurlu olduğunu göstərir. 91-ci ilin sentyabr ayında 1991-ci ilin sentyabr ayına gəlin nəzər yetirək. 1991 sentyabr ayında separatçılar Qondarma Dağlıq Qarabağ Respublikasını yaradırlar. Və Azərbaycan tərəfi də bu Qondarma Dağlıq Respublikanın yaradılmasından sonra öz Azərbaycanlı əhalisini, Azərbaycan hökuməti erməni vəhşiliklərindən qorumaq üçün tədbirlər görür. Gəlin baxaq görək hansı tədbirləri görürlər. Hansı ki Azərbaycan hökumət tərəfindən 1991-ci ilin sentyabrında ən vacib məsələ nədir? Müdafiə Nazirliyi yaradıldı. Müdafiə Nazirliyi sentyabr ayında. 1991-ci ilin oktyabr ayına nəzər yetirəndə qanun qəbul edilir. Bu qanun nədir? Əlbəttə ki, ölkə özünü qorumaq üçün qanun qəbul edir və yaxud da ölkəmizin bütövlüyünü qorumaq üçün, Qarabağı qorumaq üçün bizim güclü, qüdrətli ordumuz olmalıdır. 91-in oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında qanun qəbul edilir və qanuna əsasən 91-ci ilin noyabr ayının 19-unda 22 sərhədyanı rayonumuzda özünü müdafiə batalyonları yaradılır. Deməli, vəhşilikdən qorumaq üçün, erməni vəhşiliyindən özümüzü qorumaq üçün sentyabr ayında 91 sentyabr ayı Müdafiə Nazirliyi yaradıldı. 91 oktyabr ayında özünü müdafiə, daha sonra silahlı qüvvələr haqqında qanun qəbul edilir. Noyabrında da özünü müdafiə batalyonları yaradılır. 91-ci ilin noyabrında özünü müdafiə batalyonlarının yaradıldığı ayda, yəni noyabr ayının 20-sində həm də noyabr faciəsi baş verir. Nəyə görə 20 noyabr faciəsi adlandırırlar və yaxud da 20 noyabr faciəsi dedikdə nə nəzərdə tutulur? 91-ci ilin 20 noyabr faciəsi nədir? Xocavənd rayonunun, deməli burada da xəritə üzərində də ümumiyyətlə bu dərsi xəritə üzərindən öyrənməyiniz mənə elə gəlir ki, daha doğru olar. Düzdür, burada bəzən biz tez-tez danışanda xəritə üzərində çox işləyə bilmirik, amma xəritəni həmişə mütləq şəkildə fikir versəz müəllimlər həmişə ön planda qoyur. Çünki xəritə çox vacib bir məsələdir. Həm dərsi öyrənəndə, mövzu əgər sizin üçün yeni bir mövzudursa, həm abituriyent, həm müəllim, mütləq şəkildə xəritədən istifadə etməyiniz mütləqdir, zəruridir, vacibdir. Davam edək. 1991-ci 20 noyabr faciəsi nəyə görə 20 noyabr faciəsi dedikdə nə nəzərdə tutulur? Xocavənd rayonunun Azərbaycanlılar yaşayan kəndləri erməni silahlarının hücumuna məruz qalmışdılar. Məhz bu vəziyyəti öyrənmək üçün Xocavənd rayonunda Azərbaycanlılar yaşayan ərazidə ermənilərin hücumu ilə bağlı hökumət nümayəndələri yuxarı Qarabağa səfər edir. Və bu zaman Ağdamdan Xankəndinə gedən vertolyot, hansı ki hökumət adamlarını aparırdı bu vertolyot, ermənilər tərəfindən vuruldu. Məhz buna görə 20 noyabr faciəsi adlanır. Və 20 noyabr faciəsində burada var idi prokurorlar, burada var idi həlak olanlar içərisində baş prokuror, dövlət katibi, Rusiya və Qazaxıstanın müşahidəçiləri burada iştirak edirdilər. Və Azərbaycan hökuməti də buna cavab olaraq Azərbaycan Respublikasının Ali Soveti 91-ci ilin noyabr ayının 26-sında Dağlıq Qarabağ Muxtar Vilayət statusunu ləğv etdi.
Ümumiyyətlə, Dağlıq Qarabağ Muxtar Vilayət statusunun verilməsi nə vaxt idi deyəndə deyirik ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ilin 7 iyulunda yaranıb, 1991-ci ilin 26 noyabrında ləğv edilir. Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsinin əsas səbəbi hansı faciənin baş verməsi? 20 yanvar faciəsinin baş verməsi idi ki, hansı ki, hökumət Xocavənddə baş verən hadisələri öyrənmək üçün Yuxarı Qarabağa gələndə vertolyot Xankəndidən Ağdama gedən yolda, Ağdamdan Xankəndiyə aparan vertolyot havada ermənilər tərəfindən vurulur. Bu 91-ci ilin hərbi əməliyyatlarıdır. Bir də 91-ci ilin noyabrın 20-sindedir, 26-sı Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Ardınca 91-ci ilin dekabr ayında biz deyəcək ki, burada Kərkicahan istiqamətində hücumları başladır ermənilər. O cümlədən də Xocalının Meşəli kəndində də Azərbaycanlılara qarşı erməni terroru və yaxud da soyqırımı törətmişdilər. Gələk indi 92-ci ilin hərbi əməliyyatına. 1992-ci ilin hərbi əməliyyatına nəzər yetirək. Burada 92-ci ildə Daşaltı əməliyyatı keçirilir. Daşaltı əməliyyatının keçirilməsində əsas məqsəd ondan ibarət idi ki, Şuşanın Daşaltı kəndini erməni silahlı qüvvələrindən xilas etmək idi. Lakin bu əməliyyat baş tutmur, uğursuz olur. Unutmayaq ki, 1-ci Qarabağ müharibəsi dövründə uğursuz olan hərbi əməliyyatlar 92-ci ildə baş verən, yanvar ayında baş verən Daşaltı əməliyyatıdır. O cümlədən 94-cü ildə də Murovdağ əməliyyatı uğursuzluqla nəticələmişdir. 92 Daşaltı, 94 Murovdağ əməliyyatı uğursuz olub. Daşaltı əməliyyatından danışaq. Deməli, Daşaltı əməliyyatının uğursuz olmasının səbəbi düzgün rabitə qurulmur və əməliyyat sirlərinin yayılması səbəbindən uğursuz olmuşdur. Murovdağ əməliyyatının da uğursuz olmasının səbəbi sərt iqlimin olması, iqlim dəyişikliyinin baş verməsi. Sərt iqlim deyək də, sərt iqlimə görə düzgün rabitə qurula bilmir. Ona görə uğursuzluqla nəticələnir. Və unutmayaq ki, mərkəzi müdafiə sisteminin olmamasından, baxın, mərkəzi müdafiə sistemi deyirik, olmamasından istifadə edən ermənilər 92-ci ilin yanvar-fevral ayında yuxarı Geybalı, o cümlədən Malıbəyli, aşağı Qurçular, yuxarı Qurçular, fevral ayında isə Qaradağlı kəndini işğal etmişdilər və burada hətta faciə, yəni Qaradağlı faciəsi kimi də tarixə düşmüşdü. 92-ci ildə deməli Kərkicahan, Geybalı, Malıbəyli, aşağı yuxarı Qurçular, Qaradağlı faciəsi törədilmişdir. Və artıq yol göstərir, gedir hara? Xocalıya. Xocalı soyqırımından danışacağıq. Xocalı ümumiyyətlə Xocalı ərazisi elə bir ərazi idi ki, bura həm Özbəkistandan gəlmiş Axıska türkləri, həm Xankəndidən qovulan, Ermənistandan gələn bizim soydaşlarımız burada məskunlaşmışdılar. Və münaqişə başlayarkən deyir, Qarabağın yeganə hava limanı məhz Xocalı aeroportu idi ki, həmin Xocalı hava limanı ermənilər tərəfindən mühasirəyə alındı. Xocalını ələ keçirmək və yaxud da Xocalını işğal etməkdə nədir məqsədi erməninin desəz, erməninin əsas məqsədi nədir Xocalını ələ keçirmək? Bu, digər şəhərləri tutmaq üçün bir üstünlük yaradacaq idi. Yəni, məhz buranın tutulması, Xocalının tutulması, o cümlədən xalqımız mübarizə əzmini, iradəsini qırmaq istəyirdilər. Törədilən soyqırımla psixoloji üstünlük əldə etmək istəyirdilər. Məhz buna da, bu niyyətləri də baş tutur, çox təəssüflər olsun ki, və 92-ci ildə fevral ayının 25-dən 26-sına keçən gecə Xankəndidə Sovet ordusunun 366-cı moto atıcı alayı hərbi texnikasının köməyi ilə Ermənistan Xocalıya daxil olur və burada insanlığa sığmayan, ümumiyyətlə, vəhşiliklər törədirlər, soyqırım törədirlər. Hətta şəhəri tərk edə bilənlər deyir, var idi ki, bunlar Naxçıvanlı və Pirçamal kəndləri yaxınlığında erməni postları tərəfindən atəşə tutularaq qətlə yetirilmişdir. Xocalı soyqırımında 613 nəfər qətlə yetirilir, 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edilir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini, 1270 valideynlərdən birini itirir, 1275 nəfər girov, 150 nəfər isə itkin düşmüşdür. Bu haqda sabiq Ermənistan prezidenti
Ter-Petrosyan deyir ki, biz ümumiyyətlə erməni hərbi hissələrinə tapşırmışdıq ki, Qarabağ ərazisində erməni hakimiyyəti bərqərar olana qədər düşmənə yazığınız gəlməsin. Və Ermənistan prezidenti olmuş Sarkisyan da Thomas de Valle'nin Qarabağ kitabında fikirlərini söylüyor. Deyir ki, Xocalıya qədər müsəlmanlar, Azərbaycanlılar elə bilirdilər ki, biz soyqırım törətmərik və yaxud da mülki əhaliyə toxunmarıq. Amma biz deyir, o stereotipi Qarabağda və Xocalıda deyir, sındırdıq. Yəni soyqırım törətməklə bunu da bu cür fəxrlə bildirir. Və Xocalı işğalı zamanı şəhid olmuş və milli qəhrəman adını almış bizim Azərbaycanlılarımız var. Bunlardan Xocalı aeroportunun komandiri Əli Faciyev, özü müdafiə batalyonlarının komandiri Tofiq Hüseynovdur. Tofiq Hüseynov Mixailo adı ilə tanınırdı. Düşmənə qarşı Tofiq Hüseynov, Mixailo adı ilə tanınan Tofiq Hüseynov axıra qədər mübarizə aparır və sonda düşmənə əsir düşməmək üçün qumbaranı partladaraq həm özü və həm ətrafında yaxın erməniləri, özünə yaxın olan erməniləri öldürmüşdür deyir, məhv etmişdi. Xocalı soyqırımında iştirak edənlərdən Ələsgər bəy Novruzov, Hikmət Nəzərli, Füzuli Rüstəmov, Cavanbulaq Rzayev, Araz Səlimov da bizim Xocalı soyqırımında fərqlənən və yaxud da bu mübarizədə axıra qədər vuruşan qəhrəmanlarımızdandır. Xocalı soyqırımı günü haqqında qərar, bir də bu Xocalı faciəsinin dünyaya çatdırılmasında Çingiz Mustafayevin çox böyük rolu var və Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 94-cü ildə, 1994-də Xocalı soyqırımı günü haqqında qərar qəbul edilir və 97-ci ildən başlayaraq hər il, hansı ki 1 dəqiqəlik 25-dən hər il fevral ayının 26-sı 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükut dəqiqəsi ilə yad edirik. Xocalı soyqırımının dünyaya çatdırılmasında həm İlham Əliyevin, həm Heydər Əliyev Fondunun, Mehriban Əliyevin xarici siyasəti xüsusi kitabımızda qeyd olunur və Leyla Əliyeva tərəfindən 2008-ci ildən etibarən Xocalıya ədalət beynəlxalq maarifləndirici kampaniya başlatmışdır. Buna da diqqətli olaq. Sonra burada Ağdaban faciəsi var. Hər ikisi, ümumiyyətlə Ağdaban faciəsi baş verir Kəlbəcər rayonu ərazisində. Ağdaban kəndini ermənilər işğal edərək vəhşiliklər törədilmişdir. Və bir də burada unutmayaq ki, Kəlbəcər rayonunda həm də Başlıbel kəndində də bu cür qırğınlar törədilmişdir, vəhşiliklər törədilmişdir. Buna Başlıbel faciəsi də deyilər. Həm Ağdaban faciəsi, həm Başlıbel faciəsi hər ikisi Kəlbəcər rayonunda baş verən bir faciə hesab edilir. Və burada bir məqama da diqqət yetirək. 1992-ci ildən danışırıq. 92-ci ilin mart ayının 25-də Azərbaycan Milli Qəhrəman adı müəyyən edilmişdir və Daxili İşlər Nazirinin 11 nəfər əməkdaşı məhz bu igidliyinə görə Milli Qəhrəman adına layiq görülür. 92-ci ilin 26 fevral Xocalı soyqırımından sonra Azərbaycanın prezidenti Ayaz Mütəllibov istefa verir və prezidentlik səlahiyyətini Ali Sovetin sədri Yaqub Məmmədov tərəfindən icra edilir. Yeri gəlmişkən Azərbaycanda prezident vəzifəsinin təsis edilməsi də 1990-cı ilin may ayıdır və 92-ci ildə may ayının deməli Yaqub Məmmədovun dövründə də may ayının 8-də də Şuşa şəhəri işğal edilmişdi. Hansı ki Yaqub Məmmədov heç onda Azərbaycanda deyildi. O getmişdi Tehrana və İranın vasitəçiliyi ilə Ermənistanla atəşkəs haqqında müqavilə imzalamalı idi. O elə İranda olanda ermənilər may ayının 8-də Ermənistan qüvvələri tərəfindən mayın 8-də Şuşa şəhəri işğal edilir. Və Ermənistan Dağlıq Qarabağın bütün ərazilərini ələ keçirmiş olur. Belə və ardınca gəlirik, deyirik ki 92-ci ilin may ayının 8-i işğal edilir Şuşa, 1992-ci may ayının 18-ci də Laçın şəhəri işğal edilir. Laçın işğal edilməsi ilə Dağlıq Qarabağ separatçılarla Ermənistan arasında birbaşa əlaqə dəhliz yaradıldı və bu da 92-ci ilin may ayında olan hadisələrdir. İndi gəlirik 92-ci ilin yay ayı. 1992-ci ilin yay ayı
təsadüf edir Əbülfəz Elçibəyin dövrünə. Elçibəyin hakimiyyəti dövründə hərbi əməliyyatlar aparılır və uğurlu yay əməliyyatları hesab olunur. Hansı ki, Elçibəyin dövründə Ağdərə rayonu işğaldan azad edilmişdi. Düzdür, biz bunun qısa müddətdə yenidən itirik Ağdərəni. Amma Elçibəyin hakimiyyət dövründə 92-ci ilin yay ayında, iyulunda Goranboy işğaldan azad edilir. Ardınca Ağdərə əməliyyatı başlayır. Ağdərə əməliyyatı nəticəsində də biz deyirik ki, Ağdərə rayonu, şəhəri daxil olmaqla 92-ci yay aylarında azad edilmişdir. Belə və 92-ci ilin artıq o payıza doğru gedəndə, yəni payız yayda uğurlu əməliyyatlardır. Payızda isə artıq biz görürük ki, erməniləri yenidən dəstək verirlər. Xüsusən də Rusiya tərəfindən hərbi silah-sursat göndərilir və nəticə etibarilə 93-94-cü ildə hərbi əməliyyatları heç də bizim xeyrimizə olmur. Hansı ki, 1993-cü ilin aprel ayının 3-də Kəlbəcər rayonu işğal edildi. Bayaq dedik ki, Kəlbəcərdə bir başlı bir kəndi, bir də Ağdaban kəndi faciəsi var idi. 93-cü ildə iyununda AXC hakimiyyətinə qarşı Sürət Hüseynov Gəncədə hərbi qiyam qaldırmasına istifadə edən ermənilər Ağdam və Ağdərə istiqamətində irəliləyirlər və 1993-cü ilin iyul ayında Ağdərə rayonu işğal edildi. 93-cü ilin 23 iyul tarixində isə Ağdam şəhəri işğaldan azad edilmişdi. 93-cü ilin avqust ayının 23-də Cəbrayıl və Füzuli rayonları işğal edildi. Avqustun 31-də Qubadlı, 93 oktyabr ayının 29-da da Zəngilan rayonu işğal edilmiş olur. Və biz burada bir məqamda qeyd edək. BMT ilk dəfə Kəlbəcər rayonunun işğalından sonra səsini çıxardır və 93-cü ildə 822-ci saylı qətnamə ilə Kəlbəcər rayonunun işğalının narahat olduğunu BMT bildirir, ifadə edir və ardınca da 853 Ağdamın işğalı zamanı 874 Cəbrayıl, 884 Qubadlı və Zəngilan da işğal ediləndə 884 saylı qətnamələr qəbul edilmişdir və deyilmişdir ki, ermənilər tutduqları ərazidən qeyri-şərtsiz və dərhal çıxsınlar. Tələb olunurdu çıxmaları, əlbəttə ki, çıxarlarmı? Xeyr, çıxmadılar. Müharibənin gedişində əsaslı dönüş Heydər Əliyevin dövrü haqqında da məlumat verilir. 1993-cü ilin noyabr ayının 1-də Ali Sovet Müdafiə Şurasının yaradılması haqqında qanun qəbul edir. Noyabr ayının 2-də də Heydər Əliyev xalqa müraciət edir ki, ölkəmizi düşməndən qorumalıyıq və könüllü şəkildə vuruşanlar artıq könüllü şəkildə müraciət edənlər olur və könüllülərdən ibarət taborlar, hətta Əfqanistanda xidmət keçmiş döyüşçülərdən ibarət hərbi hissədə yaradılır. 93-cü ildə Beyləqan istiqamətində 93 bu qəbula düşən sual idi. Neçənci il idi? Səhv eləmirəmsə 2017 mi yoxsa 2018 mi? Və nəysə bu son 10 ildə qəbula düşən suallardan biridir bu Beyləqan istiqamətində döyüş. Beyləqan istiqamətində tank hücumunun qarşısını biz almağı bacarmışıq. Bunu da yadda saxlayaq. 93-cü il bir də bu Horadisdə düşübdür. Horadisdən Beyləqan istiqamətindəki yürüşlər nəzərdə saxlayın. 93-cü ildə Beyləqan istiqamətində tank hücumunun qarşısı alınır. 1993-cü ilin dekabrı, 94-cü ilin yanvarın 5-6-sına keçən gecə Horadiz əməliyyatı başlayır. Horadiz əməliyyatı nəticəsində biz Horadiz qəsəbəsi, o cümlədən 22 kəndi işğaldan azad etməyə bacarırıq. O cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də azad edilir. Deməli, uğurlu olan Beyləqan istiqamətindən tank yürüşlərinin qarşısı alınır. 94-də Horadiz əməliyyatı uğurlu olur. 94-də Murovdağ əməliyyatı isə uğursuz oldu. Bu da dedik ki, havanın kəskin şəkildə pisləşməsi ilə bağlı idi Murovdağ əməliyyatının uğursuz olması. Və ən nəhayət 1994-cü ilin may ayının 8-də Rusiya və ATƏM-in vasitəçiliyi ilə Ermənistan-Azərbaycan arasında atəşkəs əldə edilməsi haqqında Bişkek protokolu imzalanır. Və 94 may ayının 12-də Azərbaycan-Ermənistan cəbhə xəttində hərbi əməliyyatlar dayandırıldı və 1-ci Qarabağ müharibəsi yekunlaşdı. 1-ci Qarabağ Respublikasında 1-ci Qarabağ müharibəsində 20 min nəfər vətəndaşımız şəhid olub, 5 min nəfər əlil, 100 min nəfər yaralanır, 1 milyona yaxın isə qaçqın və məcburi keçkün düşür.
insanlar öz torpaqlarını itirirlər. Və 4000-ə yaxın da Azərbaycan vətəndaşı itkin düşmüş hesab edilir.